miyomalara göstəriş nədir? Birincisi, ölçüsü həddən artıq böyük olmalıdır. Həddən artıq böyük ki, pasiyentə ağırlıq verməlidir, sidik kisəyə basmalıdır, bağırsağa basmalıdır, pasiyentə problem yaratmalıdır. Bəzən çox böyük olur, işte xəstədə oradakı olan bağları, uşaqlıqla oma sümüyü, bel sümüyü arasında olan bağları dartır, şiddətli bel ağrısı verir. Bu durumlarda bəli, əməliyyat düşünə bilər. Birincisi, ölçüsü böyük olmalıdır. İkincisi, müalicəyə tabi olmayan qanaxma verməlidir. Yəni, anemiya artıq bütün müalicələr vermişsiniz, amma bu miyoma ölçüsündən asılı olmayaraq qanaxma verir və pasiyenti anemiyaya salırsa, bəli, əməliyyat olmalıdır. Dördüncüsü, digər bir göstəriş, həddən artıq sürətli böyümə. Özellikle yaşlı pasiyentlərdə həddən artıq sürətli böyüyən, yəni bir miyoma varsa, artıq buradan başqa bir şeylər, sarkom ya da başqa bir kanserojen dönüşüm düşünülüb, əməliyyata alına bilər. Beşinci digər bir göstərici uşaq istəyi. Bəzi miyomalar, bütün miyomalar deyil, özellikle submukoz miyomalar endometriuma baskı yapır, yəni uşaqlığın divarının iç tərəfinə baskı yapır və orada implantasyonun, yəni hamiləliyin olmasının qarşısını alır. Ya da hamiləlik baş verirsə anormal durumlar ola bilir, ya düşüklər ola bilər, ya da ki, plasenta, ciftin anormal yerləşimləri ola bilər. Bu durumlarda bəli, əməliyyat düşünülə bilər.